Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bu videoda hədəfin 16 mart tarixində keçirdiyi sınağın izahını verəcəm. Birinci sualda verib ki, Python dilində yazılmış aşağıdakı proqramın nəticəsini müəyyənləşdirin. List siyahısı verilib və daha sonra list 1 bərabər list yazılıb. Deməli, list 1-ə həmin list siyahısının qiyməti mənimsədilib. O zaman bu siyahıda eynən yuxarıdakı siyahı ilə eyni olacaq. Və daha sonra list siyahısını çeşidləyib. Amma bilirik ki, bu halda, yəni əvvəlcədən iki siyahını bir-birinə bərabər götürübsə, sonradan yeni bərabərlik alınana qədər e, bir siyahı üzərində aparılan əməliyyat digər siyahıya da aid olur. Məsəl üçün, bundan sonra list siyahısını çeşidlədikdə bu list 1-ə də aid olur eyni zamanda. Və yaxud da list 1-i tutaq ki, tərsinə düzürsə, bu list siyahısına da aid olur. Ta ki, yeni bərabərlik alınana kimi. Məsəl üçün, burada yazsaydı ki, list bərabərdir. Tutaq ki, list üstəgəl siyahı da 2. O zaman həmin dəyişiklik ancaq bu siyahıya aid olardı. Amma burada bərabərlik olmadığına görə bu dəyişmə hər iki siyahıya aid olur. Çünki biz iki siyahını bir-birinə bərabər götürmüşük. Bu siyahını indi çeşidləsək, biz sətirləri çeşidləyən zaman bilirik ki, ASCII əlifbasına görə baxırıq və ASCII-də də birinci rəqəmlər gəlir, daha sonra böyük hərflər gəlir, daha sonra isə kiçik hərflər gəlir və bu sıra artan sıra qəbul edilir sətirlərdə. Ona görə də artan sıra qəbul edildiyinə görə ən kiçik belə baxıram ki, rəqəmlərdir. 2 və 17-ni müqayisə edirəm. Ədəd kimi, bəli, 2 17-dən kiçikdir. Amma sətir kimi müqayisə etdikdə belə baxmırıq. Burada birinci rəqəmlərinə baxıram. 17-nin birinci rəqəmi 1-dir, 2-də isə elə 2-dir. Təbii ki, 1 2-dən kiçik olduğuna görə birinci 17 gəlir, sonra 2 gəlir. Ədədlər bitdiyinə görə sonra böyük hərflərə baxıram. Böyük hərflərdən də bircə dənə A ilə başlayan gəlir, sonra keçirəm kiçik hərflərə. Və A hərfi B-dan, yəni əlifbada əvvəl gəldiyinə görə birinci alma sözünü götürür, sonra bal sözünü. Yəni sort metodu artan sırayla düzür bu sətri. Sonra list 1-i istəyir. Bu çaşdırmaq üçün verib. Əslində dediyim kimi list 1-də, list siyahısı da hələ ki eynidir. Bir bərabərlik yazılmadığına görə bu aparılan əməliyyat bu siyahıya da aiddir. Ona görə list 1 siyahısı da elə bu formada olur. 17, 2, AA, alma və bal. Elə A variantı olur. İkinci sualda isə verib ki, Python dilində yazılmış aşağıdakı proqramın nəticəsini müəyyən edin. İç-içə dövr verilib. Əslində, bütün dövrləri yazsaq çox uzun gedəcək. Amma mən bir dövrü yazdıqdan sonra məntiqlə izah edəcəm. Əvvəlcə baxaq görək i-nin qiymətləri hardan hara dəyişir. Len numbers 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Yəni number siyahısının elementlərinin sayını götürür və tək 8 yazıldıqda rangedə bilirik ki, 0-dan 8-ə deməkdir i-nin qiymətləri. Bu halda i 0-dan 8-ə dəyişir, amma 8-in özünü bu halda bilirik ki, götürmür. Yəni əslində i-nin qiymətləri 0-dan 7-yə kimidir. İndi birinci dövrdə i-nin qiyməti hələ ki 0-dır və s-i də 0 verib. İndi baxırıq görək j-nin qiymətləri hardan hara dəyişir. i-dən len numbers-ə qədər. i-nin qiyməti 0-dır, len number da bayaq saydıq, elə 8-dir. Yenə bu halda, yəni bura 0, bura 8 yazdıqda bilirik ki, 8-in özü götürülmüş, 0-dan 7-yə qalır. Biz i-ni 0 saxlamaqla birinci dövrün içindəki bu dövrü, yəni içəridəki dövrü yerinə yetirib bitirdikdən sonra geri qayıdacağıq əvvələ, sonra i-nin növbəti 1 qiymətində içəridəki dövrü bir də təkrarlayacağıq. Deməli, bu neçə dəfə gedəcək? 7 dəfə biz bu dövrü təkrarlayacağıq, daha doğrusu 8 dəfə. İndi s bərabərdir, verib ki, s plus number j. S-in də qiyməti elə 0-dır. Number-ı mən n kimi işarə eləyim, qısa olsun deyə. J-nin də birinci qiyməti elə 0 gəlir. Yəni n-də 0-cı element. Bunları da belə nömrələyək. N-də 0-cı element də olur 1. Hələ ki, s-i 1 alıram və şərt verib ki, s böyükdürmü m-dən? Yəni 1 böyükdürmü -5-dən? Xeyr. Şərt ödənmədiyi üçün əvvələ geri qayıdıram. Bu birinci dövr. İkinci dövrdə artıq j-nin qiyməti olur, 0-dan sonra 1 alır.
S bərabər olur S plus, yəni 1 plus. N-də artıq J1 olduğuna görə birinci element. Deməli, 1-in üstünə mənfi 3 gəlirəm, mənfi 2 alıram. Deyir, mənfi 2 böyüdümü mənfi 5-dən? Bəli, böyüdü. Əslində, yuxarıdakında da böyüdüyüm. 1 böyüdümü mənfi 5-dən? Bəli, böyüdü. Onda M-i biz S-ə bərabər götürürük, yəni 1-ə. İndi baxırıq ki, M1-də axı artıq mənfi 2 böyükdürmü? İndi 1-dən? Xeyr. Artıq şərt ödənmir. Ödənmədiyi üçün geri qayıdıram əvvələ. C-nin növbəti qiyməti 2 olur. S bərabər olur S plus, yəni axırıncı almışdıq biz, mənfi 2-ni. Mənfi 2 plus n-də ikinci element. N-də ikinci element də gəlir elə 2. Mənfi 2-nin üstünə 2 gəlirəm, alıram 0. 0 böyüdümü m-dən? M-in də axırıncı qiyməti hələ ki 1 alınıb. 0 böyüdümü 1-dən? Xeyr. Dördüncü dəfə J-nin qiyməti olur 3 və S bərabər S plus, yəni 0 plus n-də üçüncü element. N-də üçüncü element də 1-dir. Yenə şərti veririk. 1 böyüdümü m-dən, yəni 1-dən? Xeyr, şərt ödənmir. Yenə geri qayıdır əvvələ. J-nin qiyməti 4 olur və S bərabər olur S plus n-də dördüncü element. O da mənfi 1-dir. 1 plus deməli mənfi 1 də bizə 0-ı verir və yenə şərt ödənmir. Çünki 0 böyüdümü 1-dən şərt ödəmir. 6-cı dəfə J5 olduqda S bərabər olur S plus, yəni 0 üstəgəl n-də 5-ci elementə. N-də 5-ci elementdə 4 edir. 0-ın üstünə 4 gələndə 4 alıram və 4 böyüdümü m-dən 1-dən? Bəli, şərt ödənir. Onda m-i S-ə bərabər götürür. Yəni, həmin bu 4-ə. 7-ci dəfə i6 olduqda artıq S bərabər olur 4 plus mənfi 2-yə. S-ə alırıq 2. 2 böyüdümü m-dən? Yəni 4-dən? Xeyr, bir də geri qayıdırıq əvvələ. Və i sonuncu dəfə 7 olduqda S bərabər olur S plus, yəni 2 plus, n-də 7-ci elementə, yəni 3-ə. 2 üstəgəl 3 5 eləyir. 5 böyüdümü m-dən, yəni 4-dən? Bəli, böyüdü. Onda m-i bərabər götürürük S-ə, yəni həmin bu 5-ə. Və birinci dövr bitir. Yəni bu daxildəki dövr qurtardı artıq. J-nin qiymətləri bu qədər idi. Birinci dövr i-nin 0 qiymətində idi. Bu bitdikdən sonra, bax buradan bir də geri qayıdır əvvələ. I-nin 0-dan sonra 1 qiyməti gəlir axı. 1 üçün bu prosesi təkrar yerinə yetirir. Bu halda biz geri qayıdanda artıq S-i sıfırlayırıq. Çünki artıq bu dövrə təzədən daxil oluram və S-i 0 verib. Yəni, əvvəlki S-lərə baxmırıq daha. J-nin qiyməti də i-dən len number-a qədərdir. I-nin qiyməti bu dəfə 1 olur. 1-dən 8-ə kimi dəyişir. Yəni, 8-in özünü götürmür deyə əslində 1-dən 7-yə kimi. Və mən burada məntiqlə baxıram ki, hər dəfə S-in üstünə siyahın o biri elementini gəlir. Baxır ki, m-dən böyükdürmü? Və hər dəfə növbəti elementi gəlir m-dən böyükdürsə əgər, m-i həmin o S-ə bərabər götürür. Bu boyda dövrü yazmırıq və belə deyək ki, dövrü qısa şəkildə baxırıq ki, görüm, əgər m-dən böyük elementi varsa, biz m-ə bərabər götürək. İndi J1 olduqda S bərabər olacaq 0 üstəgəl, n-də bilirəm ki, artıq J1 olduğuna görə birinci elementə. Artıq 0-dan başlamıram da, 1-dən o tərəfə baxıram. 0-ın üstünə də mənfi 3 gələndə mənfi 3 alınır. Mənfi 3 böyüdümü m-dən? M isə 5 qalıb, yəni biz m-i sıfırlamamışıq da, lap əvvələ bura gəlməmişik artıq. Dövrün içində artıq m sıfırlanmadı ona görə, elə 5 qalıb. Mənfi 3 böyüdü 5-dən, xeyr. Onda heç şərt ödənmirsə geri qayıdıram. Sonra baxıram J-nin 2 qiymətinə. J 2 olduqda mənfi 3-ün üstünə artıq 2 gələcək. Məlum məsələ ki, siyahın növbəti elementini gəlməliyəm. Mənfi 3-ün üstünə 2 gələndə mənfi 1 alıram. Mənfi 1 də 5-dən böyük deyil. Ona görə mənfi 1-in üstünə siyahın növbəti elementi 1-i gəlirəm. 0 alıram. 0 da 5-dən böyük deyil. Ondan sonra 0-ın üstünə siyahın növbəti elementini gəlirəm. Deməli, mənfi 1-i. Bu da eləyir mənfi 1. Mənfi 1 də 5-dən böyük deyil. Yenə geri qayıdıram. Mənfi 1-in üstünə 4 gəlirəm. 3 alıram. 3 də 5-dən böyük deyil.
3-ün üstünə mənfi 2 gəlirəm, 1 alıram, 1 də 5-dən böyük deyil. 1-in üstünə 3 gəlirəm, 4 alıram, 4 də 5-dən böyük deyil. Deməli, ikinci dövrdə heç yəni m-i biz dəyişə bilmirik. Keçirik üçüncü dövrə. Yəni daha dövrləri bir-bir bu formada yazmırıq. Qısa şəkildə baxırıq. Hər dəfə siyahının o biri elementini s-in üstünə gəlib cəmləyirik. Üçüncü dəfə artıq i-nin qiyməti 2 olur. J isə 2-dən 8-ə dəyişir. Çünki i-dən, yəni real number-a qədər dəyişir. İndi də artıq J 2-dən 8-ə dəyişdiyinə görə birinci elementdən yox, ikinci elementdən başlayıb cəmləyəcəm. Çünki S bərabər S plus N-də ikinci element alınır, yəni birinci dövrdə. N-də ikinci element eləyir və sıfırın üstünə, yenə dövr sıfırlandığına görə, yəni əvvələ qayıtdığına görə S sıfırla başlayır. N-də ikinci element olur elə 2. Aldım S-i 2, sonra 2-nin üstünə siyahının, baxıram ki 2 böyüdümü 5-dən, yəni şərti yoxlayıram, ödəmir. Geri qayıdıram əvvələ, 2-nin üstünə 1 gəlirəm, 3 alıram. 3 də 5-dən böyük deyil. Sonra 3-ün üstünə deməli sıfırın üstünə 2 gəldi, sonra 1 gəldi, indi mənfi 1 gəlir. 3-ün üstünə mənfi 1 gələndə 2 eləyir, 2 də 5-dən böyük deyil. 2-nin üstünə 4 gələndə 6 alıram, amma 6 5-dən böyükdür, şərt ödənir. Deməli, mən burada m-i s-ə bərabər götürürəm, yəni 6 götürürəm. Sonra 6-nın üstünə mənfi 2 gələndə, 6-nın üstünə mənfi 2 gələndə 4 eləyir, 4 böyük deyil 6-dan. Növbəti dəfə 4-ün üstünə 3 gəlirəm, 7 alıram. Bəli, 7 6-dan böyükdür m-in son qiymətindən. Onda m-i 7-yə bərabər götürürəm. Hələ ki, ən böyük m 7-dir. İkinci dövr bitir. Bu hissəni silək. İkinci dövr bitdikdən sonra bu qayda ilə üçüncü dövrə baxırıq. Və üçüncü dövrdə i artıq 3 olduqda j-nin qiymətləri də 3-dən 8-ə kimi dəyişir. Artıq ikinci elementi də silirəm, 3-dən o tərəfə cəmləyəcəm s-in qiymətləri. Yəni sıfırın üstünə 1-i gəlməklə başlayacam. 1 böyüdümü m-in axırıncı qiyməti 7-dən. M-i burada 7 yazım ki, bilək ki, m-in axırıncı qiyməti 7 olur. 1 böyüdümü 7-dən? Xeyr. 1-in üstünə sonra mənfi 1 gəlirəm, 0 alıram. 0 böyüdümü 7-dən? Xeyr. Sıfırın üstünə 4 gəlirəm, 4 alıram. 4 də 7-dən böyük deyil. 4-ün üstünə mənfi 2 gəlib 2 alıram. 2 də 7-dən böyük deyil. 2-nin üstünə 3 gəlib 5 alıram. 5 də 7-dən böyük deyil. Deməli, 3-cü dövrdə də m-in qiyməti dəyişmədi. 4-cü dövrdə i 4 olur. J-nin qiyməti 4-dən 8-ə dəyişir. Artıq fikir verirəm ki, bundan sonra toplanan heç bir, belə deyək də, 2 ədəd 7-dən böyük olmayacaq. Məsəl üçün, növbəti dəfə mənfi 1-in üstünə 4 gəlirəm, 3 alıram. 3-dən 2 çıxıb 1 alıram. 1-in üstünə 3 gəlib 4 alıram. Yəni, 7-yə heç cürə gedib çıxmayacaq o ədədlərin cəmi. Ona görə də elə baxıram ki, m-in burada qiyməti dəyişməyib 7 qalacaq. Yəni, sonda 7-ni çapa verəcək. Mən bunu uzun şəkildə izah etsəm də, əslində birinci dövrdən sonranı siyahının növbəti elementlərini cəmləməklə qısa şəkildə test tapmaq olar. Sadəcə izah etmək üçün yəni biraz uzun şəkildə yazdım. Keçək indi növbəti, deməli, suala. Növbəti sualda isə nəzəri bir sualdır. Deyilir ki, Word proqramında hansı düymə kombinasiyası ilə mətni sola düzləndirmək olar? Sol left olduğuna görə bunun ilk hərfini götürürük. Ctrl-L. Verilmiş blok sxemə əsasən dövrün gövdəsinin neçə dəfə yerinə yetirildiyini müəyyən edin. A-nı 4 verib, B-ni 10 verib, şərti də B böyüdür A yazıb. Deməli, 4 böyük, daha doğrusu 10 böyüdümü 4-dən? Bəli, şərt ödənir. Onda A-nı 1 vaid artırır. A 5 olur, B-dən isə 1 çıxır, 9 olur. Geri qayıdır əvvələ. Artıq B böyüdümü A-dan? 9 böyüdüm 5-dən? Bəli, şərt ödənir. A 1 vaid artır, 6 olur. B 1 vaid azalır, 8 olur. Üçüncü dəfə geri qayıdır əvvələ.
Deməli, B 8 böyüdümü 6-dan? Bəli, A-nın üstünə 1 gəlir 7 alır, B-dən 1 çıxıb 7 alır. Dördüncü dəfə şərti bir də yoxlasaq, 7 böyüdümü 7-dən? Xeyr, yox deyib dövrdən çıxırıq. Dövrün gövdəsi bizim təkrar-təkrar yerinə yetirdiyimiz hissədir və biz bu hissəni təkrar yerinə yetirmişik, olur 3 dəfə. 257 səhifəli məlumatın tək səhifələrinin hər birində 10 simvol, digər səhifələrində 16 bayt həcmində şəkil var. Bu sənədin simvolları Unicode ilə kodlaşdırılarsa, sənədin ümumi həcmini baytla hesablayın. 257 səhifəni yarıya böləndə, 2-yə böləndə, yəni 128 plus 129 alınır. İndi 257 axırıncı tək olduğuna görə 129 dənə tək səhifə, 128 dənə də cüt səhifə var. Deyir ki, tək səhifələrinin hər birində mətn var, qalanlarında şəkil var. Deməli, cüt səhifələrində onda şəkil var. 128-i bir səhifədə 16 bayt həcmində şəkil varsa, 128-i 16-ya vururam. Bu 2 üstü 7-dir, 16-da 2 üstü 4. 2 üstü 11 bayt alıram. Bu da 2048 bayt edir. Cavabı baytla istədiyinə görə belə saxlayırıq. Deyir ki, tək səhifələrində də mətn var. Tək səhifələrdə 129-dur. 129-u vururam. Səhifə sayı bilirik ki, vurulsun, sətir sayı. İndi sətir verilməyib deyə yazmırıq. Vurulsun simvol sayı. Bir də əlifbada bir simvolun tutduğu yer. Unicode-da da bir simvol 2 bayt yer tutur. Bunları bir-birinə vurduqda da 2580 bayt alırıq. 2048 ilə 2580-i də toplasaq 4628 alacaq. 4628 bayt. Deməli, yəni şəkil və mətn bir yerdə, sənədin həcmi bu qədər bayt ilədir. Deyir, aşağıdakı fraqmentdə tələbə nisbəti dizayn rejimində verilib, nisbətin sütunlarının sayı. Nisbət, yəni burada cədvəlin adıdır. Deyir, cədvəldə neçə dənə sütun olacaq. Diqqətlə baxsaq görərik ki, bu dizayn konstruktor rejimində birinci isə file name'dir, yəni sahə, sütun adları. Tam görməsəm də, yəni sütunların sayını biləcəm. Burada yəqin ki, iş nömrəsi yazılıb. Bu bir sütun, ad ikinci sütun, bu yəqin ki, soyaddır üçüncü sütun. Qalanları oxuya bilmirəm, amma sayıb götürəcək. 1, 2, 3, 4, 5, 6 dənə deməli burada sütun olacaq. Yəni biz sütunların adlarını əvvəlcə dizayn rejimində yazırıq. O sütunlarda olan verilənlərin tiplərini yazırıq. Daha sonra dizayn rejimindən normal rejimə keçdikdə sütunlar yaranmış olur. Deyir, 2 səhifəli informasiya yaddaşda 180 bayt yer tutur. Birinci səhifədəki informasiyanın həcmi ikinci səhifədəki informasiyanın həcmindən 5 dəfə çoxdur. Əgər bu x olarsa, birinci ikincidən 5 dəfə çoxdursa, bunda 5x göstərərəm. Bunları toplayanda 180 bayt eləyir. 6x 180-dirsə, x burada 30 alınır, 30 bayt. Deyir, birinci səhifədə neçə simvol var? Birinci səhifədə olan informasiya həcmini əvvəlcə tapsam, 5x-dırsa əgər həcmi, 5-i 30-a vuranda alıram 150 bayt. Bu həcmidir. Simvol sayını tapdıqda isə simvol sayı vuraq n-bit bərabər həcm düsturuna görə tapırıq. Həcmi 150 bayt verir və ASCII kod sistemi verdiyinə görə bir simvolda 1 bayt yer tutur. Simvol sayı da elə 150 alınır. 1024 vur 1024 nöqtəli rəngli təsvirin informasiya həcmi 1 megabaytdır. Bir rəngi kodlaşdırmaq üçün neçə bitdən istifadə olunur? Bilirik ki, şəklin həcmini tapanda piksel sayını rəng dərinliyinə vurmaqla tapırıq. 1024 vur 1024, 2 üstü 10 vur 2 üstü 10 eləyir. Və burada bizdən bir rəngi kodlaşdırmaq üçün neçə bit tələb olduğunu soruşur. Yəni, i biti ilə istəyir. Bu, bərabərdir həcmi. Həcmi də 1 megabayt verib. i-ni buradan tapanda 1 megabaytı bölürük 2 üstü 20-yə. Sadəcə i bitlə ifadə olunduğuna görə megabaytı bitə çevirəm. 2 üstü 23-ü bölürəm 2 üstü 20-yə. Bu da 2 üstü 3, 8 bit edir. Deməli, 8 bit cavab olacaq. Raster qrafik faylın çevrilməsində yalnız rəng palitrası dəyişdirilib. Nəticədə faylın həcmi 1.5 dəfə azalıb. Əvvəl x idisə, sonra olur x bölünsün 1,5. Əgər çevrilmədən sonra 64 rəng çalarlı bir
təsvir alınıbsa, çevrilməyə qədər neçə rəng çalarından istifadə olunur, bunu tapmalıyıq. Tənasüb quracağıq, amma ki, bilirik ki, həcm rəng çalarından yox, rəng dərinliyindən asılıdır. Əvvəlki misalda da baxsaq görərik ki, həcmin düsturunda rəng dərinliyi var. Ona görə 64 rəng çalarını 2/6 kimi göstərib, buradan rəng dərinliyini tapıram, 6 bit. Deməli, x olanda bilmirəm, i bit olub, rəng dərinliyi. Sonra həcmi 1/5 dəfə azalanda da rəng dərinliyi 6 bit olub. Buradan əvvəlki i-ni tapıram. Tənasüblə i vuraq, x böl 1/5 bərabərdir x vuraq 6-ya. X-lar buradan ixtisar gedir. i-ni də alıram 9. 9 bit bunun rəng dərinliyidir. Bizə isə soruşur ki, əvvəlki rəng çaları nə qədər olub? Yəni, n-i istəyir. N də 2/i olduğuna görə 2/9, 512 alınır. Növbəti suala baxaq. Python dilində yazılmış bu proqramın deyir təyinatını tapın. Defdə bilirik ki, yəni alt proqramda axırdan əvvələ baxırıq. Çünki J-nin qiyməti bizə məlum deyil. Baxırıq ki, printdə J5 verib. Deməli, J5 alt proqramına müraciət gedir və burada da n-in qiymətini biz 5 alırıq. Hələ ki, list, mən bunu L ilə işarə edeyim, yəni siyahı 0-1 kimi verilir. Deyir, len list kiçikdirmi n-dən? Yəni, bunun uzunluğu 2-dir də, kiçikdirmi 5-dən? Bəli, bu birinci dövrdür. Və L siyahısına append əlavə edir, görək nəyi? Listdə mənfi birinci element. Mənfi nömrələnmədə bilirik ki, sağdan sola aparılır. Mənfi birinci element 1-dir. Listdə mənfi ikinci element də 0-dır. Yəni, bu iki elementin cəminə əlavə eləyir, 1-i. Yeni siyahı olur 0, 1 və 1. Bilirik ki, siyahıda qiymət dəyişibsə, növbəti artıq dövrdə yeni siyahıya görə baxacağıq. İkinci dəfə len list artıq dəyişir, 3 olur. Çünki bu siyahının, yeni siyahının uzunluğu 3-dür. 3 kiçikdirmi 5-dən? Bəli. Və L siyahısına əlavə eləyir. Yenə listdə mənfi birinci element. Mənfi birinci element 1-dir. Mənfi ikinci element isə yenə 1-dir. Yəni 2-ni əlavə eləyir. Yeni siyah olur 0, 1, 1, 2. Üçüncü dəfə bu siyahın uzunluğu 4 olduğuna görə 4 kiçikdirmi 5-dən? Bəli, L siyahısına əlavə edir. Burada mənfi 1 və mənfi ikinci element. Yəni 2 plus 1, 3-ü. Və 0, 1, 1, 2 alınır 3. Növbəti dəfə artıq bu siyahın uzunluğu 5-də axı. 5 kiçikdirmi 5-dən? N-dən? Xeyr. Yox cavabı alıb dövrdən çıxırıq. Və bu ardıcıllıq mənə Fibonacci ardıcıllığını xatırladır. Fibonacci bilirik ki, hər yeni bir həddi əvvəlki iki həddinin cəminə bərabər olan ardıcıllıqdır. Məsələn, 0-1 ilə başladıqda növbəti həddi almaq üçün bu iki ədədin cəmini götürürəm, 0 ilə 1-i. Növbəti həddi alanda 1 ilə 1-i cəmləyib 2 alıram. Yenə növbəti həddi alanda 1 ilə 2-ni cəmləyib 3 alıram. Və baxıram ki, neçə dənə həddini almış oluram, yəni 5 dənə. İndi bu siyahını aldıqdan sonra return list var burada. Yəni siyahının bu qiymətini J5-ə geri qaytarır və print J5-ə görə də bu siyahını çapa verir. Yəni burada Fibonacci ardıcıllığının ilk 5 həddini çapa verir. 5-ci həddini yox ha, 5-ci həddə burada tək 3-ü çapa verərdi. İlk 5 həddi götürürük, yəni 5 dənəni də çapa verib. 11-ci sualda verib ki, algoritmin icrasından sonra S dəyişəninin qiymətini tapın. A 43-dür, B -1-dir. İndi B-nin qiyməti artıq dəyişəcək. A, çıxaq B vuraq 4-ə. B -1-dir, -1-i də 4-ə vuranda artıq bu mənfi 2 mənfi üst-üstə gəlir, müsbətləşir, 47 alırıq B-ni. Və B əvvəlki qiymətini unudur, yeni qiyməti alıb çünki. İndi şərti yoxlayırıq ki, A kiçikdirmi B-dən? 43 kiçikdirmi 47-dən? Bəli. And verib B kiçikdirmi 0-dan? B artıq 47-dir. 47 kiçikdirmi 0-dan? Xeyr. And olduqda bilirik ki, iki tərəf də hə olmalıdır ki, şərt ödənsin. Artıq mən burada yox cavabı aldığıma görə şərt ödənmir. Deyir, şərt ödənirsə bunu yerinə yetir. Əks halda bunu. Ödənmədiyi üçün mən əks haldaya baxıram. C bərabər A çıxaq B-ni hesablayıram.
Deməli, A 43-dür, B isə 47-dir. Alıram -4. Olur B variantı. Sonra növbəti sualda verib ki, cədvəldə ASCII kod cədvəlinin bir hissəsi verilib. Kiçik D simvolunun 8-lik kodu hansıdır? Burada əlifbaya görə ardıcıllıqla getdiyinə görə A-ya əgər 65 düşürsə, B-yə 66, C-yə 67, D-yə də 68 düşür. Artıq kiçik D-ni mən böyük D-yə görə tapacağam. Və baxıram ki, hər böyük və kiçik hərf arasında 32 vahid fərq var. Məsəl üçün, böyük Y-dən kiçik Y-ə 32 vahid, böyük Z-dən kiçik Z-ə də 32 vahid fərq var. İndi mən də baxıram ki, kiçik hərfin kodu daha böyükdür. Yəni, böyük hərfin kodunun üstünə 32 gəlməklə kiçik hərfin kodunu alıram. Deməli, böyük D-nin kodunun üstünə 32 gəlməklə də kiçik D-nin onluq kodunu alacam. Toplayanda da alınır 100 onluqda. Bu 100 onluq koddur. 8-lik kodunu almaq üçün də 100-ü onluqdan 8-liyə çevirirəm. Bu da bölsək 4, 12-ni də 8-ə bölsək qalır 4. Qalıqları axırdan əvvələ yanaşı yazsaq 144 alınır. Olur B bəndi. 13-cü sualda verib ki, 32 üstü 16 onluq ədədinin 16-lıq say sistemindəki yazılışında ilk rəqəmi ilə bu ədədin onluq say sistemindəki yazılışı ilə cəmi tapın. 32 üstü 16-nı, yəni onluq ədədini 16-lığa çevirəndə burada 16-nın qüvvəti yaratmalıyıq. Bu 2 üstü 5, bir də üstü 16 kimi yazanda 2 üstü 80 alınır. Bunu 16-lığa çevirmək üçün 2 üstü 4, üstü 20 yaradıram ki, yəni 16-nın qüvvəti yaransın. 16 üstü 20 eləyir. Bu da bilirik ki, yəni əmsal olmadığına görə 1 yanına 20 0 deməkdir. Deməli, bu ədəd 1 ilə başlayır. Yəni, deyir, bu yazılışındakı ilk rəqəm ilə 1 ilə bunun onluqdakı yazılışının cəmini tapın. Bu ikili ədədini də onluğa çevirəndə 2-nin qüvvətlərini sağdan sola yazıb 1-lərin üstünü toplayırıq, 9 alırıq. 1 ilə 9-u da toplayanda 10 alırıq onluqda. Daha sonra 14-də verib ki, həcmi 18 kilobayt olan fayl kompüterin yaddaşında 20 kilobayt yer tutur. Yəni, bu faylın öz həcmidir, bu isə diskdə tutduğu həcmdir. Bu faylın yazıla biləcəyi klasterin həcminin minimum və maksimum qiymətlərinin cəmi neçə kilobayt olar? Belə ki, baxıram ki, faylın öz həcmi ilə diskdə ölçüsü fərqlidir. Deməli, bu klasterin ölçüsünə tam bölünməli deyil. Çünki klasterin ölçüsünə tam bölündükdə öz həcmi ilə diskdə tutduğu həcm eyni olur. Məsəl üçün, 18-i əgər 2 kilobaytlıq klasteri yazıramsa, 18-i 2-yə böləndə 9 alıram və klaster sayını təzədən klasterin həcminə vuranda yenə 18 alacam. 2 də tam bölünür, 3 də tam bölünür. Yəni, ona görə heç 3-ə də baxmıram da, çünki yenə 18 alacam. Ən kiçik sonra 4-ə baxıram. Görüm 4 olarmı? 4-ü yoxlayanda 18-i 4 kilobayta böləndə elə 4 dəfə düşür, amma qalıqla bir yerdə 5 klaster eləyir. Və klaster sayını klasterin həcminə vuranda 20 kilobayt alıram. Deməli, ən kiçik minimum, yəni klasterin ölçüsü 4 ola bilər. Bəs maksimum neçə ola bilər? Baxıram ki, elə ən böyük əgər klasterin ölçüsünü 20 kilobayt götürsəm, tutaq ki, 20 kilobaytlıq bir klasterdir də, mən bura yəni 18 kilobayt həcmində bir fayl yaza bilərəm. Onda 18-i 20-yə bölsəm, alıram elə bir dəfə düşür axı. Biri də təzədən bu 20-yə vursam, elə 20 kilobayt alacam. Yəni, ən böyük klasterin ölçüsü də 20 olacaq. Bəs niyə 21 olmur? Çünki 18-i 21-ə böləndə 1 düşür. Biri təzədən 21-ə vuranda 21 kilobayt alıram diskdəki ölçüsünü. Yəni, ən böyük elə 20 götürüm ki, klasterin ölçüsü özü olsun ki, 20. 20 kilobaytlıq klasterə 18 kilobaytlıq faylı yerləşdirim. Deməli, ən böyük 20, ən kiçik 4 isə bu ikisini toplayanda alırıq 24. 15-də verib ki, aşağıdakı şəkildə məntəqələr arasında yol xəritəsi təsvir olunub və s. uzun-uzadı cümlələr verilib. Burada deyir ki, yəni A-dan neçəyə qədərdir hərflər?
A, B, C və s. Yəni bu hərflər cədvəldə bu rəqəmlərlə ifadə olunub 1-dən 7-yə, amma ardıcıllıq A, B, C kimi getmir. Yəni qarışıq verilə bilər deyir. Deyir A-dan G-yə olan məntəqələrin uyğun ola biləcəyini müəyyən edin. Yəni hansı nömrələr ola bilər A və G-yə? O nömrələri tapdıqdan sonra uyğun rəqəmləri artan ardıcıllıqla yazın. Məsəl üçün deyirəm, A 3-dür, G da 4-dürsə, bunları artan ardıcıllıq 34 kimi yazıb cavabı tapıram. İndi biz nə tər baxacağıq? Burada ulduzlar bir təpədən digərinə yol olduğunu göstərir. Burada 1 silinib, bir də 4 silinib, geri yazım. Baxıram ki, qrafda ən çox hansı təpədən yol gedir? F təpəsindən 1, 2, 3, 4, 5, 6 dənə düz digər təpələrə yol gedir və digər təpələrin heç birindən o birlərinə 6 yol getmir. Və baxıram ki, qrafda da 1, 2, 3, 4, 5, 6 yol gedən 3 təpəsidir. Deməli 3-ə F düşür. Daha sonra baxıram ki, D təpəsindən digərlərinə 3 yol gedir, C-dən digərlərinə 2 yol gedir, Y-dən digərlərinə 2 yol gedir, B-dən 3 yol gedir, A-dan 3 yol gedir, C-dan da 3 yol gedir. Bizə A və G-ni soruşur. Hamısını tapmağa ehtiyac yoxdur. Məntiqlə çalışıram ki, birinci A ilə G-ni elə tapım ki, cavabı tez tapa bilim. Və burada fikir verirəm ki, G-dan D-ya yol var. Yəni 3 yol gedən təpəyə yol gedir də. Çünki D-dan da 3 yol çıxır. Həmçinin G-dan A-ya yol var, A-dan da 3 yol çıxır. Yəni G-dan ancaq 3 yol çıxan 2 təpəyə yol var. Həmçinin A-dan da bir G-ya yol var, G da 3 yol çıxan təpədir. Bir də B-ya yol var, B da 3 yol çıxan təpədir. Amma 3 yol çıxan digər təpələr qalır, hansı ki, biri B-dir, biri də D-dir. B ilə D-yə baxsaq, B-dən bir A-ya yol var, 3 yol çıxan təpəyə. Bir də Y-yə yol var. Y isə 2 yol çıxan təpədir. D-yə baxanda D-dən bir G-yə yol var, 3 yol çıxan təpəyə. Bir də C-yə yol var, o da 2 yol çıxan təpədir. Deməli, mən burada elə 2 təpə tapmalıyam ki, onların getdiyi, yəni yol getdiyi 2 təpədən də 3 yol çıxsın. İndi cədvəldə 3 yol çıxan təpələrə baxıram. 1-dir, 2-dir, daha sonra 6-dır, 7-dir. 1-dən 3-ə, 4-ə, 7-yə yol var. 3-ə əvvəldən bildim ki, bu F-dir, bu heç. İndi 4-ə baxıram. 4-dən axı 2 təpəyə yol gedir. Deməli, 2 təpəyə yol gedirsə, bu ya B-dir, ya D-dir. Mənə isə A və G lazımdır. Deməli, 2-ni, daha doğrusu 1-i çıxdım. Keçirəm 2-yə. 2-dən 3-ə yol var, bu F-dir. 2-dən sonra 5-ə yol var. Baxıram ki, 5-dən də 2 təpəyə yol gedir. Deməli, yenə də bu ya B-dir, ya D-dir. Ona görə 2-ni də çıxıram. Deməli, elə 6 ilə 7 qalır da A ilə G-yə. Yenə də birini yoxlayaq. 6-dan 2-yə, 3-ə və 7-yə yol gedir. Baxıram ki, 2 təpəsindən də 3 təpəyə yol gedir. Bu F-dir. Sonra bir də 7-yə yol gedir. 7-dən də 3 təpəyə yol gedir. Deməli, bir təpədən 2 dənə 3 til çıxan təpəyə yol varsa, bu ya A-dır, ya da G-dir. Eyni ilə deməli, bu da ya A-dır, ya G-dir. Onsuz da bir dənə 6-dan sonra 7 qalır. Deməli, 6 ilə 7-nin rəqəmlərində artan ardıcıllıqla düşsək, 67 alırıq. Aşağıdakılardan hansı informasiya daşıyıcısı deyil? Səs platası. Windows əməliyyat sisteminin daxil olduğu proqramlar qrupu hansıdır? Sistem proqramları. Mətn redaktorlarında hazırlanmış faylları seçin. Docx, TXT, Docx, Doc, RTF, 2, 3, 6, 7 olur B. 19-da isə verib ki, funksiyanın qiymətinin hesablanma algoritmi fn-dir. Burada n tam ədəddir, aşağıdakı funksiya şəklində verilir. Nəticə 34 olarsa, funksiya hansı nömrədən çağırılır? Deməli, mən hələ ən kiçik F6-nı yoxlayıram. Görək proqram nə işi görür? Yəni, hansı təyinatı nədir? Ona əsasən
Sonra 34-ə görə mən verilmiş, yəni nömrəni tapacağam. Hələ ki F6 qoyub tapıram. Çünki ən kiçikdən baxsam proqram tez bitəcək. F6 olanda n 6-dır deyə ikinci şərti ödəyir. Yəni 6 2-dən böyük bərabərdir. Onda ona əsasən bunu hesablayıram. 6-dan 2 çıxanda F4 alıram. Deməli 6-dan 1 çıxanda da F5 alıram. F4 plus F5. Sonra F5-i bilmədiyimə görə F5-i hesablayıram. F5-i də yenə 5 2-dən böyük bərabərdir deyə F3 plus F4 kimi tapıram. F4-ü bilmədiyimə görə və 4 də 2-dən böyük bərabərdir deyə ikinci şərti ödəyir. F2 plus F3 kimi tapıram. F3-ü tapanda 3 2-dən böyük bərabər olduğuna görə F1 plus F2 kimi tapıram. F2 də yenə 2 2-dən böyük bərabərdir deyə F0 plus F1 kimi tapıram. İndi F1-i tapanda artıq 1 2-dən kiçik olduğuna görə F1-i 1-ə bərabər götürürəm. Və F0-ı tapanda da 0 da 2-dən kiçik olduğuna görə F0-ı da 1 götürürəm. F1 və F0 1-dirsə əgər, indi başqa rənglə işarəliyə qarşımıza. Bu 1, bu da 1-dir. İkisinin cəmini alıram 2. İndi F1 1 idi. F2-ni də 2 tapmışam da 1 plus 2 3 alıram. Növbəti dəfə F2, yəni 2 plus 3, bu dəfə 5 alıram. Növbəti dəfə F3, yəni 3 plus F4, 5 plus 8 alıram. Növbəti dəfə F4, yəni 5 plus F5, 8 alıram 13. Bu mənə Fibonacci ardıcıllığını xatırladır. Çünki hər yeni ədədi alanda əvvəlki 2 ədədin cəminə ehtiyac duydum. Bayaqki sualda da var idi əvvəlki misallarda. Fibonacci-də dedik ki, hər yeni ədəd özündən əvvəlki ikisinin cəminə bərabər olur. Deməli 1, əvvəlcə biz F0 və F1-i 1 kimi aldıq. Növbəti sonra 2 gəldi, F2. Sonra F3-ü almaq üçün 2 ilə 1-i cəmləyib 3 aldım. F4-ü almaq üçün 2 ilə 3-ü cəmləyib 5 aldım. F5-i almaq üçün 3 ilə 5-i cəmləyib 8 aldım. F6-nı tapmaq üçün 5 ilə 8-i cəmləyib 13 aldım. İndi 34 olması üçün bu prosesi davam etdirirəm. Görüm neçəyə qədər davam edir. Deməli, bu F1 idi, bu F2, 3, 4, 5. Daha doğrusu bu F0 idi. En 0 olduqda da biz 1 aldıq. Bu 0 idi, bu 1 idi, bu 2 idi. Sonra bu 3 idi, bu 4, bu 5, bu 6. Yəni F6-ya 13 düşdü. İndi 8 ilə 13-ü cəmləyib 21 aldım. Bu 7-yə, F7-yə düşəcək. Deməli, növbəti dəfə 13 ilə 21-i cəmləyəndə də 34 alacağam. Bu da F8-ə düşəcək. F8-ə düşəcək. Deməli, cavab olacaq elə 8. Deyir, 34 hansı nömrədə alınacaq? 8-ci nömrədə. Daha sonra verilib ki, 1-dən 100-ə qədər cüt ədədlərin cəmini, yəni 2 plus 4 plus 6 plus və s. deyir, 100 cəmini çap eləyən algoritm verilib. Bu blok sxemdə A ilə B-nin yerinə nə yazılmalıdır? I 0-dan başlayıb, sonra i-ni 2 vaid artırıb. Deməli, i olub 2. Baxıram ki, dövrdə elə 2-dən başlayır. Və cəmi istəyirsə, təbii ki, cəmi burada S ilə ifadə edib. Çünki əvvəldə bir dənə S bərabər 0 verib. Deməli, burada S bərabər S plus nəsə yazılacaq. Baxıram ki, bu 2-dən başlayıbsa, deməli, i-ləri cəmləyibdir, elə. S plus i yazılacaq. I ilə 2 2 artır, yəni növbəti dəfə i-nin qiyməti 4 olur. 2-nin üstünə 4 gəlirəm. Sonra i 6 olur, üstünə 6 gəlirəm və s. Hara qədər gedir dövr? 100-ə kimi. Yəni i nə qədər ki, kiçikdir 100-dən, şərt onda doğru olur. Lakin cavablarda kiçikdir də var, kiçik bərabərdir də var. Bunu necə yoxlaya bilərik? Tutaq ki, kiçik bərabər yazmışam ilkdən ki, yəni 100-ün özünü də götürsün. Bunu kiçik bir ədəd verməklə yoxlayıram. 100-ün yerinə 6 qoyub yoxlayacaq. Əgər i kiçik bərabər 6-da 6-nın özünə qədər, yəni bax bunu alırsa, deməli 100 olanda da bu cəmi alacaq.
Yəni həmişə kiçik ədəd verməklə yoxlaya bilərik. Birinci dövrdə i sıfırda 0 kiçikdirmi 6-dan? Bəli. I olur 2, yəni 2 vahid artır. S də olur 0 plus 2. İkinci dəfə geri qayıdır əvvələ. 2 kiçikdirmi 6-dan? Daha sonra kiçik bərabər yazmışıq. Kiçik bərabərdirmi 6-dan? Bəli. I olur 4, S də olur 2 üstəgəl 4. Üçüncü dəfə artıq 4 kiçik bərabərdirmi 6-dan? Bəli, S olur 2 üstəgəl 4. Bundan əvvəl i var. I 2 vahid artır 6 olur. S də olur S plus i, yəni 2 üstəgəl 4 üstəgəl 6-ya. Dördüncü dəfə 6 kiçik bərabərdim 6-dan, bəli. I 2 vahid artıb 8 olur. S isə 2 plus 4 plus 6 plus 8-i də götürür. Axı mənə 8 lazım deyil. Mən 6 olanda 6-ya qədər istəyirəm. Deməli, kiçik bərabər yox. Kiçikdir olsaydı amma 6 kiçikdirmi 6-dan yox deyəcəkdim və bu dövrü götürməyəcəkdim. Elə 6-ya qədər olacaqdı. Ona görə də kiçik bərabərdir yox, kiçikdir götürsəm, elə 100-ə qədər götürəcək. Yəni i kiçikdir 100, s bərabər s plus i. Şəkildə verilənlərə görə A3 xanasının qiyməti nəyə bərabər olar? Bizdə A3-də verib sam A1, C2, bir də true. Yəni ki, bu nöqtəli vergüldür ki, iki xananı götürür. Çünki vergül var burada. Deməli, A2 plus C1-i tapsaq, A2 ilə 10 ilə C1-in cəmi 13-ü verəcək. Bu da B1 üstü 2-dir. 13-ü də kvadrata yüksəldəndə 169 eləyəcək. Sam A1 C2, yəni A1-dən C2-yə qədər olan bütün xanaları cəmləyirəm. 2 plus 13 plus 3 plus 10 plus 169. Bu mənə verir 197-ni. Bu 197-dir. Nöqtəli vergül sərgər. True da hesablamalar zamanı 1 götürülür. Bu iki xananın cəmi də 198 olur. Daha sonra 22. də verilənlər bazası cədvəli verilib. Bu not bilirik ki, inkardır. Yəni, riyaziyyatı 80-dən böyük olmayanları götürür. 80-dən böyük olmayanlar dedikdə, bunları nömrələyək ki, ki silinib cədvəldə. Bu nömrəyə əsasən biz seçəcəyik. 80-dən böyük olmayanlar deməli 1-dir. Böyük olmayanlar 4-dür. 80 də 80-dən böyük deyil. 5-dir. 1 də 7-dir. Sonra and. Mod xarici dili kiçik bərabər 90. Deməli, xarici dili 90-dan kiçik bərabər olmayanları istəyir. Yəni, 90-dan böyükləri. Olur 4, 90-dan böyük, bir də 6. Daha sonra or gəlir. Ümumi bal 250-dən kiçik bərabər olmayanları yenə not inkar edir də bu şərti. Kiçik bərabər olmayanlardırsa, deməli 250-dən böyük olanları götürürük. 3-dür. Sonra 6-dır, bir də 7-dir. Birinci bilirik ki, notdan sonra əndə baxırıq, yəni kəsişdiririk. Bunların kəsişməsi bizə sadəcə 4-ü verir. 4, or, 3, 6, 7 də orada birləşmə olduğuna görə 3, 4, 6, 7-ni verir. Elə A variantı olacaq. Sonra növbəti sualda verilib ki, A və B hərflərindən ibarət bütün 4 rəqəmli hərfli sözlər əlifba sırası ilə yazılır və nömrələnir. Bu söz hansı nömrəyə uyğun olacaq? Bu tipdə, yəni sualları necə həll edirik? Tutaq ki, bizə 0 və 1 verib də, 2 dənə bit verib. Biz 0 və 1-dən istifadə edərək, yəni neçə dənə 4 rəqəmli kod yaradarıq? Birinci 4 dənə 0-ı götürərik, sonra 0, 0, 1 götürərik, sonra 0, 0, 1, 0 götürərik. Bu qayda ilə və s. gedəcək. Əgər A, B, C versəydi, onda 0, 1, 2 götürərdim. Yəni 3 dənə rəqəmdən istifadə edərək neçə 4 rəqəmli ədədi yaradırıq. İndi bizə 2 dənə verib deyə, A-nı burada 0, B-ni də 1 götürürəm. Çünki baxıram ki, A ilə başlayıb, yəni 4 dənə 0 ilə başlayıb. Bu da baxıram ki, 0, 0 gəlir 1-ə uyğun gəlir. 0, 0, 1, 0 olur. Sonra 0, 0, 1, 1 olur. Əgər B 1-dirsə, onda bu da 4 dənə 1 olur da. 0 və 1 hansı say sisteminin rəqəmləridir? İkilik say sistemi. Yenə deyirəm, əgər burada bir dənə C versəydi,
0, 1, 2 olacaqdı və bunlar üçlü say sisteminin rəqəmi olacaqdı. Yəni mən bu nömrələnməni üçlüyə görə aparacaqdım. Amma 2 dənə rəqəm olduğuna görə 0, 1. Baxıram ki, deməli bu ikilik say sisteminə uyğundur. Və 4 dənə 1 ikilikdədir, yəni əslində. Bunun indi onluq kodunu biz tapmalıyıq. Çünki rəqəmlər 1, 2, 3, 4, 5 onluğa görə nömrələnib. Bunu ikilikdən də onluğa çevirsəm, 2-nin qüvvətlərini sağdan sola yazıb, birlərin üstünü toplayıram, 15 alıram. Baxıram ki, birinci sıfırın kodu da axı. Sıfırın koduna, yəni 4 dənə sıfır ikilikdə onluqda sıfıra bərabərdir. Əgər sıfırın nömrəsi 1-ə düşübsə, 15-in nömrəsi də onda 16-ya uyğun gələcək də, bir vahid artı olacaq. Yəni cavab olacaq 16. İkilik yazılışında sıfırların sayı 5-ə bərabər olan ən kiçik 3 rəqəmli ədədi 8-lik, ən kiçik 3 rəqəmli 8-lik ədədi müəyyən edin. Birincisi, yəni 8-likdə ən kiçik 3 rəqəmli ədəd 100-dür. Baxıram ki, bunu 8-likdən 2-liyə çevirəndə nə alıram? Yəni 4-2-1 qaydası ilə. Burada baxıram ki, 0, 0, 1, 3 dənə 0 və 3 dənə yenə 0 aldım. Bu əvvəlki sıfırları ata bilərəm. 6 dənə 0 var. Amma mənə deyir 5 dənə 0 olsun. 100-dən sonra 101-ə baxım görək. Bunu 4, 2, 1 ilə çevirsəm, 0, 0, 1, 3 dənə 0 və 0, 0, 1 alıram. Əvvəlki sıfırları atsam, baxıram ki, burada 5 dənə 0 var. Deməli, ən kiçik 3 rəqəmli ədəd olacaq 101. Yəni, cavab 101-dir. Arada bir sual getdi. Paint proqramında 2000 baytlıq şəkil .bmp qrafik faylını redaktə edərək üzərinə Unicode standartında təbiət ifadəsi yazılmışdır. Faylın redaktəsindən sonraki həcmini baytla tap. Bu şəklin üstünə mətin yazırsa, mətnin həcmini də gəlib toplayaq. Unicode-da təbiət ifadəsini tapanda, yəni həcmini, bir simvol 2 baytdır da Unicode-da. Burada da 1, 2, 3, 4, 5, 6 dənə simvol var. 6 simvolda 2 bayta vuranda 12 bayt alıram və şəkillə mətnin həcmini toplayanda da 2012 bayt eləyir. Hansı qurğular ana plata üstündə yerləşir? Prosesor, ROM, əməliyyatdır. 2, 3, 4 yəni. Sonra algoritm növünə əsasən uyğunlaşdır. Verilmiş tərəflərə görə kvadratın sahəsinin tapılması. Bu olur xətti. Birdən n-ə qədər tək ədədlərin kvadratlarının çap edilməsi. Burada eyni bir prosesi biz təkrar yerinə yetiririk. Birdən n-ə kimi bütün ədədləri kvadratlarını çap edirəmsə, eyni bir prosesi təkrarlayıram. Ona görə olur dövrü. N natural ədədinin faktorialının hesablanması. Bu da dövrüdür. Çünki birdən n-ə kimi ədədlərin hasilidir. Məsəl üçün 5 faktorialı tapıramsa, əvvəlcə 1-lə 2-ni vururam. Sonra 1 vahid artırıb 3-ü vururam. 1 vahid artırıb 4-ü vururam. Prosesi təkrarlayıram. Verilmiş ədədin cüt və tək olduğunu müəyyən etmək. Bu artıq budaqlanandır. Çünki şərt qoyuram ki, ədəd 2-yə bölünürsə cütdürsə, deyilsə təkdir. Kvadrat təminin köklərini tapmaqda budaqlanandır ki, diskriminant 0-dan böyükdürsə 2 kökünü tapıram. Kiçikdirsə 0-dan 3 kökünü hesablamıram. Bu qaydadır. Verilmiş n natural ədədi üçün bu cəmini hesablayan blok sxem qur. Burada biz uyğunluq tutmalıyıq ki, surət və məxrəc arasında nə kimi bir uyğunluq var. Baxıram ki, məxrəcdə 1, 2, 3 ardıcıl ədədlərin faktorialları verib. Surətdə isə 1, 4, 9 verib. Və baxıram ki, bu 4-dür, 9-dur, elə natural ədədlərin kvadratıdır. Əgər bunu görməsəm belə, axırıncı n-in kvadratından tuturam ki, bu ədədlərin kvadratlarını verib. 1-i elə 1-in kvadratı kimi, 4-ü 2-nin kvadratı kimi, 9-u da 3-ün kvadratı kimi yazsam, uyğunluq alınır. Axırda da n-in kvadratını götürür. Əvvəlcə başlanğıcı çəkdik və dövrün başlanğıcı burada 1-dir. Ona görə əvvəldə bir dənə i bərabər 1 yazıram. Bu i yox, başqa hərf də olar. Sadəcə, yəni dövrün başlanğıcını qeyd etmək üçündür. Və bilirik ki, cəm olduqda biz i-kin qiyməti 0 götürürük. Çünki 0-ın üstünə nə gəlsəm, onsuz o 0-ın bir mənası olmur. Amma mən o 0-ı yazmalıyam ki, s-in üstünə nə isə gəlməklə başlaya bilim. Aşağıda da faktorial verir. Faktorial isə hasildir. Hasildə isə qiyməti 1 götürürük. Çünki 0 götürsəm, 0-ı nəyə vursam 0 alınacaq hər dəfə. Amma 1-i nəyəsə vursam, onsuz da 1 heç bir şey ifadə eləməyəcək orada. İndi şərt qoyuram ki, dövr hara kimi gedir?
Baxıram ki, birdən enə kimi burada dövr gedib və birin də mən i ilə ifadə elədim axı. Ona görə şərti belə qoyuram ki, i nə qədər ki kiçik bərabərdir n-dən, o qədər dövr elə. Hər qoluna gələcək. İndi s-i hesablamaq üçün düstur çıxartmalıyam. Bundan əvvəl baxıram ki, mən faktorialı hesablayım ki, s-in düsturunda o faktorialı yerinə yaza bilim. Faktorial da hasildir deyə yazıram. F bərabər F vurulsun i. Yəni f 1-dir, biri də elə bu i-yə 1-ə vuranda bir faktorial alacam. İndi s-in də düsturunu çıxardanda sıfırın üstünə, yəni s-in üstünə gələcəm. Yuxarıda i-nin kvadratıdır. i də 1-dir də, yəni 1-in kvadratı verildiyinə görə 1-i də i ilə yazmışam. i-nin kvadratı bölünsün. Aşağıda faktorialdır, yəni f-dir. İ növbəti dəfə baxıram ki, 2 olub artıq. Ona görə burada i-ni 2 vahid artırıram. Yəni 1 vahid artırıram. i bərabər i plus 1 ilə. Və növbəti dəfə i 2 olur. Burada çox getdi. Qoy buranı da silim, səliqəli yazım. Deməli, i bərabər oldu i plus 1-ə. Buradan geri qayıtdı əvvələ. I növbəti dəfə 2 olur. Artıq f əvvəlki qiyməti 1 idi axı. 1-i bu dəfə 2-yə vurur. I-nin təzə qiymətinə 2 faktorial alır. Növbəti dəfə artıq s-in qiyməti bu idi. 1 bölək 1 faktorial. Bunun üstünə, yəni s-in üstünə gəlir. I-nin kvadratı, yəni 2-nin kvadratı bölünsün 2 faktorialı. Beləcə davam edir ta ki enə kimi. Nə vaxt ki şərt ödəmir, dövrdən çıxır, s-i çapa verir. Bir də əvvəldə unutdum. Eni burada, yəni bu başlanğıcdan əvvəldə eni daxil etmək lazımdır. Çünki biz enin qiymətini burada bilmirik. Yəni burada enə bir qiymət daxil etmək lazımdır. Bundan əvvəl də başlanğıc çəkilə bilər. Axırda da burada son. Və kiçikdir, kiçik bərabərdir. Bunu yoxlamaq üçün, yəni enə bir kiçik bir qiymət verib tapa bilərik. Məsəl üçün n 3 olsa, əgər 3-ün özünü götürürsə, deməli kiçik bərabər n olanda da n-i götürəcək. Yoxlayaq. i 1-dirsə əgər, birinci dəfə deməli 1 kiçik bərabərdir 3-dən. Bəli, f-i 1 vuraq 1, yəni 1 faktorial alırıq. S də olur 0 plus i-nin kvadratı, 1-in kvadratı bölək 1 faktoriala. Sonra i 1 vahid artır, 2 olur. Növbəti dəfə 2 kiçik bərabərdir 3-dən. Geri qaydanda əvvələ. F olur 1, f vuraq i. Yəni 1 vuraq i də 2-dir deyə alınır 2 faktorial. S olur s plus, yəni 1-in kvadratı böl 1 faktorial plus i-nin kvadratı, 2-nin kvadratı böl 2 faktoriala. i 1 vahid artır 3 olur. Növbəti dəfə 3 kiçik bərabərdir 3-dən. Bəli, f olur 1 vur 2 vuraq i-yə, yəni 3-ə. Bu da 3 faktorial verir. S olur bu, yəni 1-in kvadratı böl 1 faktorial, 2-nin kvadratı böl 2 faktorial, üstə gəl, i-nin kvadratı böl i faktorial. i növbəti dəfə 4 olur və 4 kiçik bərabərdir 3-dən xeyr. Və baxıram ki, həqiqətən də burada kiçik bərabər 3 olanda s-i 3-ə qədər aldı. Deməli, kiçik bərabər n olanda da elə n-ə qədər yəni götürəcək. Daxil edilən sətirdə S hərflərinin sayını çıxışa verən proqram qur. Bu sadədir. Bilirik ki, sətir daxil eləmək üçün inputdan istifadə edirik. Input normal halda sətir tipi daxil edir. Və bu sətirdə təkrar sığların sayını tapmaq üçün bilirik ki, elə belə bir metod var countdan. Birbaşa yazaram print n.count dırnaqda s. Yəni təkrar sığların sayını çıxa verəcək. 30-da isə deyilir ki, su şüşəsinin qiyməti boş şüşənin də qiymətini nəzərə almaqla 1 manat 20 qəpikdir. Yəni 1.20. Boş şüşənin qiyməti isə 20 qəpikdir. N manata neçə dənə şüşə su içmək olar? Nəzərə almaq lazımdır ki, boş şüşələri təhvil vermək olar və alınan pula da yeni su şüşələri əldə etmək olar. Məsələn, nümunə verib ki, 2 manat əlimizdə pul var. Çünki eni daxil eləyib bax manatla, bu 2 manatı göstərir. 2 manata deyil, bircə dənə yəni su ala bilərəm. Çünki 2 manatdan 1 manat 20 qəpik çıxanda burada 80 qəpik qalır. Və 80 qəpiyə artıq mən heç nə ala bilmədiyimə görə
Yəni bircə dənə su şüşəsi ala bilib. İndi deyir ki, n manata neçə şüşə su içmək olar? Burada əvvəlcə n-i daxil eləyək. Bu bizim pulumuz. N bərabərdir int input. Və neçə şüşə su içmək olar deyir. Yəni bunun sayını əvvəldə sıfırla göstərirəm ki, yəni hələ ki sıfırdır da, bilmirəm neçə şüşə su içəcəm. Burada dövr gedir. Yəni məsəl üçün 7 manata mən yoxlayıram ki, neçə dənə 1 manat 20 qəpik xərcləyib, yəni su şüşəsi ala bilərəm. Və dövrlərin sayı da əvvəlcədən bizə məlum deyil deyə while-dan istifadə edəcəyik. İndi şərti necə qoymalıyıq? Nə qədər ki mənim pulum 1 manat 20 qəpikdən çoxdur, onda mən pulumdan 1 manatı çıxacam. Nəyə görə 1 manatı çıxıram? Çünki 7 manatdan 1 manat 20 qəpik çıxanda qalır 5 manat 80 qəpik. Bir dənə su şüşəsi aldım mı? Bu 1 manat 20 qəpiyi verəndə onlar mənə təzədən 20 qəpiyi təkrar geri qaytarırlar axı. Boş şüşə də 20 qəpikdir də və bizə qeyd eləmişdi ki, boş şüşələri təhvil vermək olar və alınan pula yeni su şüşəsi almaq olar. İndi 20 qəpiyi geri qaytaranda 5.80-in üstünə də 20 gələndə təzədən 6 manat eləyir. Yəni belə baxanda 7 manatdan mən 1 manat xərcləmiş oluram da, 6 manata düşdü çünki pulum. Növbəti dəfə 6 manatdan 1.20 çıxanda 4.80 qalır. Üstünə 20 qəpik yenə gəlirəm. Çünki onlar mənə 20 qəpik təkrar geri qaytarırlar boş şüşənin pulunu. Bu dəfə 5 manat eləyir. Deməli yenə 6 manatdan 5 manata düşüb. Ta ki bu hara qədər devrilir. Sonra 5 manatdan 1 manat xərcləyəcəm, 4 qalacaq. 4-dən 1 xərcləyəcəm, 3 qalacaq. 3-dən 1 xərcləyəcəm, 2 qalacaq. Artıq 2 manatdan 1.20 çıxanda mənim 80 qəpik pulum qalır. Və 80 qəpiyi 1 manat, təzədən 1.20-ni də qaytaranda 1 manat eləyir və 1 manata mən ala bilmirəm. 1.20 də axı suyun pulu. Yəni onlar mənə 20 qəpik qaytarsa da, mənim 1 manatım olur və 1 manatdan mən 1 manat 20 qəpiklik su ala bilmirəm. Baxıram ki, yəni bu dövr əslində pulun 1.20-dən çox olana qədər gedir. Yəni 1 manat olduqda artıq ala bilmirəm. Dövr bitməlidir. Və hər dəfə mən pulumdan əslində 1 manat çıxmış oluram. Yəni düzdür, 1.20 verirəm, onlar mənə 20 qəpik qaytarır və belə baxanda 1 manat xərcləyirəm. Burada da neçə dənə şüşə aldığımı saymalıyam. S-i 1 vaid artırıram. Olur. Print S. İndi 2-də də elədi əslində. Bayaq tam göstərmədim. 2 manatdan 1 manat 20 qəpik xərcləyəndə 80 qəpiyim qalır. Onlar mənə 20 qəpik qaytarır. 1 manatım olur da. Daha 1 manata 1 manat 20 qəpiklik mən su şüşəsi ala bilmirəm axı. Ona görə elə bircə dənə almış oluram. Yəni dövrü, şərti ona görə bu formada qoydum. Bu videoluq bu qədər. Videonu bəyəndisə bəyənib kanala abunə olmağı unutmayaq. Gələn videolarda görüşənədək.